Salam, hər vaxtınız xeyir olsun. Bugün mən üzümü Azərbaycan xalqına tuturam. Azərbaycanın prezidenti cənab İlham Əliyevə müraciət edirəm. Azərbaycanın vitse-prezidenti bizim hörmətli xanımımız Mehriban Əliyevaya müraciət edirəm. Hər birinizdən özümə dəstək durmağınızı rica edirəm. Çox pis bir duruma düşmüşəm. Çox böyük haqsızlıqla qarşılaşmışam və bu haqsızlığa son qoymağı prokurorluqdan xahiş edirəm. 2008-ci ildə mən üçlü müqavilə əsasında, yəni ki, Lalə MTK-nın inşa etmiş və Zamin Bankın girova götürərək 15 illik kredit müqaviləsi ayıraraq Xətai rayonu Quliyev küçəsi 1130 ikinci binası B blokunda 87-ci sayılı mənzilin sahibi olmuşam. 15 illik kredit ayırıb Zamin Bank, Lalə MTK-nın inşa etdiyi binaya görə. Üçlü müqavilə bağlanıb 2008-ci ildə. Ev tam təmirsiz vəziyyətdə, yəni ilkin tikilmiş bir vəziyyətdə mənə təhvil verilib. 109 kvadratlıq evi mən təmir etmişəm. 40 minə yaxın pul ora xərcləmişəm. Hər bir, yəni parketi, dikti, taxta örtükləri, alçıpan məsələləri, aboy məsələləri, yəni bir 109 kvadratlıq evi sıfırdan təmir etmək nə qədər əziyyət tələb edirsə, onu yəqin ki, hər bir vətəndaş bilir. Çox üzr istəyirəm, mən 2 uşaq anasıyam. Həmin 2008-ci ildə də mənim 2007-ci ildə yoldaşım rəhmətə gedib. Mən 2 uşağı tək böyütmək məcburiyyətində qalmışam. Və yoldaşım rəhmətə gedəndən sonra əfsuslar olsun ki, bəzi ailələrdə belə olur. Mən tam yoldaşım tərəfinin ailəsindən atılmış vəziyyətdə qalmışam 2 körpə ilə. Kirayalarda yaşadım uzun müddət və anladım ki, bu hər ay kiraya verdiyim pul boşuna gedən puldur. Ona görə belə bir xəbər eşidəndə ki, Zamin Bank ilkin ödənişsiz 15%-lə 15 illik kredit ayırır vətəndaşlara. Mən ora müraciət elədim və bu, yəni üçlü müqavilə əsasında bu evə sahib oldum. Ödənişlər hər ay olunurdu. 2009-cu ilə qədər ödənişlər etmişəm. Əfsuslar olsun ki, sonralar devalvasiya oldu 2009-cu ildə. Mən də çətinliklər yaşadım. Yəni 2 evlad böyütmək, tək böyütmək çox çətin idi. Ona görə ödənişlərdə problemlərim yaradıldı və işığımı kəsdilər. Mənə 1-2 dəfə xəbərdarlıq olundu, bəli ki, bəs pulu ödəməsəniz evi tərk etməlisiniz. Mən müraciət elədim, möhlət istədim, amma ki, məcburiyyət qarşısında qalıb, yəni işığımı kəsdilər, suyumu kəsdilər binadan ki, evi biz satacağıq özümüz. Çünki ev girovdadır. Yəni mənim o evə heç bir ixtiyarım çatmırdı. Bu evi Zamin Bank girova götürmüşdü. Onlar mənə dedilər ki, biz evi başqa bir adama satacağıq və sizə təzminat veriləcək. Çünki evlər remontsuz satılırdı onların binasında. Mənim evim remontda olduğuna görə onlar əlavə yeni müştəridən əlavə pul alıb, yəni mənə təzminat kimi halallıq deyilən kimi də ödəniləcək. Mən də məcbur oldum onsuz da evi tərk etməyə. Çünki
yenə dediyim kimi işığım, suyum, qazım, heç nəyim yox idi. Yenidən kiraya köçdüm. Yenidən uşaqlarımı yanıma alıb bacardığım qədər onları böyütməyə çalışdım. Dəfələrlə müraciət elədim. Çox üzr istəyirəm emosiyalarıma görə. Dəfələrlə müraciət elədim Zamin banka. Lakin heç bir xeyir gəlmədi onlardan mənə. Sonuçda yəni artıq qərar verdim ki, bu bir oyundur, mənim başıma açıblar. Bu bir makinasiyalardır, bu çekli pullar yumaqdır, nədirsə, yəni məndən istifadə edildim. Ödədiyim pullar da qaytarılmadı, təmirin pulu da qayıtmadı. Mən də yəni özümə artıq belə bir qərar verdim ki, bu məsələni unudum, çünki də bunlardan xeyir gəlmir mənə. Boş-boşuna hər dəfə düşünüb özümü əziyyət verirdim. Evladlarımı böyütməli idim. Sonralar dəfələrlə hansısa banklara müraciət eləmişəm. Banklar mənə pul ayırıb, hansısa işlərim üçün, hansısa düzdüyüb qoşduğum biznes üçün. Heç bir bankda mənə heç vaxt deməyib ki, sənin adında 123 minlik borc var. Evin tam dəyəri 127 min, səhv etmirəmsə olurdu. Ödəmişdim, 123 min borcum qalmışdı. Rahatlığı ilə illər sonralar belə mən xaricə də gedə bilmişəm. Heç bir problem yaşamamışam, çünki borcu olan insan xaricə də buraxılmır. Heç bir dövlət qurumlarına müraciət edə bilmir. Yəni ömrümü yaşamışam davamlı. 16 ildən sonra pandemiya 2020-21-ci il idi, səhv etmiş olmayım. Mənə zəng gəldi ki, sizin adınızda borc var, yaxınlaşın, bağlanmış bankların idarəsi var ora. Mən yaxınlaşdım, onlar mənə dedilər ki, sizin açıq borcunuz var. Mən də dedim, o borc çoxdan bağlanıb, çünki məndən sonra o evi artıq bank başqa bir şəxsə satmışdı. Onlar dedilər ki, yox, yəni məhkəmələrə müraciət elədim, dəfələrlə bütün instansiyalara məktublar yazdım ki, yəni belə bir haqsızlıqla qarşılaşmışam, ancaq ki, hər zaman olduğu kimi bir-birinin üzərinə yönəltdilər. Demək, 2025-ci ilin mart deyəsən aylarında birinci məhkəməm oldu, yaxınlaşdım. Orada da öz fikrimi dedim, öz mövqeyimi göstərdim. Müəyyən sənədlər var idi ki, hamısını təqdim elədim. Sənədlərdə də göstərilir ki, bu girova götürülüb və Zamin bankın ixtiyarı olub hər bir hərəkətə bu evlə bağlı. Sonra yeni bir məhkəmədə xəbərim olmayıb. Mən bu problemlə əlaqədar stresslər yaşadığıma görə, əlimdə də sənədlərim var. Üzüntülərə görə, stresslərə görə, hətta yəni çox üzr istəyirəm, xərçəng xəstəliyinə qədər bir həddə gəldim, çatdım. Məndə törəmə aşkarlandı, onu əməliyyat eləməli oldum. O haqda da sənədlərim var. Həkim də mənə izah elədi ki, bu qorxu, stres belə bir hallarda, belə bir xəstəliklər baş qaldırır. İyul ayının 2-si mən əməliyyat olunmuşam və həmin günü də məhkəməm olubdu və qərar çıxarılıb mənim əleyhimə. Sonra mən sənədlərlə müraciət elədim və apellyasiya məhkəməsinə verdim. Hal-hazırda apellyasiya məhkəməm davam edir. Mən istəyirəm ki, bu haqsızlığa siz də mənim səsimə səs verəsiniz. Çünki mən bilirəm ki, bu haqda bir neçə adamın
müraciətləri var. Bir çox insanlar eyni problemlə rastlaşıblar. Hal-hazırda və neçə illərdir ki, Zamin Bank belə saxtakarlıqla məşğul olduğuna görə bağlanıb. Oranın rəhbəri Nadir müəllim həbsdədir. Yəni bu artıq bir sübutdur ki, saxtakarlıqla məşğul olunub və mənə qarşı da mən də bu oyunun iştirakçısıyam. Xahiş eləyirəm. Bir daha Azərbaycan prokurorluğundan xahiş eləyirəm. Azərbaycanın prezidenti İlham cənablarından xahiş eləyirəm. Mehriban xanım Əliyevaya müraciət eləyirəm və bütün Azərbaycan xalqına müraciət eləyirəm. Mən 2 evlad böyütmüşəm. Oğul böyütmüşəm, çətinliklə böyütmüşəm. Məni hal-hazırda sui-qəsdə yönəldən bu hərəkətlərdən məni qurtarın canımı. Əskərliyini çəkən oğul böyütmüşəm. Hər ikisinə təhsil vermişəm. Müraciətim odur ki, mənim kimi insanlar hamısı səs versin səsimə və aidiyyəti qurumlar bu məsələyə ciddi yanaşsın. Azərbaycan devləti o qədər acizdirmi ki, belə haqsızlığa yol versin. Bu bəlli məsələdir ki, mən kredit yoluyla ev almışamsa, demək bu ev girovda olub. Girovda olan evi də yalnız və yalnız kimdədir girovda o şəxs, yəni o qurum sata bilər. Bu da Zamin Bankdır. 16 ildən sonra yenidən öz çirkli işlərini mənim boynuma yıxıb məndən nəsə almaq, hansısa öz işlərini gizlətmək istəyirlərsə, xahiş edirəm buna yol verilməsin. Çox sağ olun, üzr istəyirəm, emosionallığa yol verdiyimə görə də üzr istəyirəm hamınızdan, təşəkkür eləyirəm. Buna laqeydlik göstərməyin.